Akşamın xeyir olsun, əziz və hörmətli Ləmbərəm Kənd Xeyriyyə Cəmiyyəti. Hər birinizi salamlayıram. Allah Teala hər bir kəsin qazancına bərəkət versin, ömrünə sağlam ömür versin. Demək, Baxşeyiş müəllim müalicəsinə kimlər dəstək olubdur? Allah qardaşlarına bərəkət versin, ömürlərinə sağlam ömür versin. Onların siyasını oxuyuram, diqqətlə qulaq alsın, kimlər dəstək olubdur? Məmmədov Əmxan Şabanoğlu 50 manat. Hacı Fəhrat Fərruğoğlu 50 manat. Məmmədov Məhəmməd Qudrətoğlu 20 manat. 10 manat yuxarıda vurmuşdu, 20 manata bir vurur. Məhəmməd demək 30 manat pul vurubdur. Abdüllayev Mədət Səmədoğlu 30 manat. Şirinov Ağa Davudoğlu 50 manat. Abbasov Zahidçioğlu 200 manat. Əliyev Qalib Marifoğlu 20 manat. Hüseynov Şamxal Məhədoğlu 20 manat. Hüseynov Şəhriyar Natiqoğlu 20 manat. Adcözəlov Məhəmməd İmranoğlu 20 manat. Əhmədov Rəşad İsmailoğlu 20 manat. Şirinov İntiqam Malikoğlu 20 manat. Məmmədov Nizad Əmirxanoğlu 20 manat. Hüseynov Ramil Cəmiroğlu 20 manat. Əliyev Möhlət Taxtıoğlu 10 manat. Hüseynov Əli Yaqub Sahiboğlu 10 manat. Süleymanov Vüqar Eskərəmoğlu 30 manat. Hüseynov Kərəm Baxtiyaroğlu 30 manat. Hüseynov Ölgün Baxtiyaroğlu 20 manat. Hacıyev Vasif Mütalifoğlu 10 manat. Əliyev Səyab İlyasoğlu 20 manat. Həsənov Qalib Həsənoğlu 50 manat. Əzizov Rıza Mirzəoğlu 10 manat. Yusuf Balay Məcidoğlu 20 manat. Hüseynov Namət Məhəmmədoğlu 20 manat. Məmmədov Yusuf müəllim Hüseyn Əminoğlu 20 manat. Beləliklə cəmisi yığıldı. Baxşeyiş müəllim müalicəsi üçün 26 nəfərdən, yəni Məhəmməd 2 devam atıb 25 nəfərdən Məhəmməd yəni 10 manat bir atıb 20 manat bir, ona görə də 25 nəfərdə deyək ki, cəmisi yığıldı. Baxşeyiş müəllim müalicəsi üçün 800 manat. Bu Baxşeyiş müəllim demək Ağcabəddiyə, Bərdəyə, Gəncəyə, Bakıya müalicəsi üçün getdi gəldi. Hələ də müalicəsi davam edir. Allah canınızı sağ eləsin, hər birinizin kimlər dəstək oldu. 5 gün, 6 gün, 7 gün dəstək elədi, dəstək çağırdıq. 25 nəfər dəstək oldu. Allah hər bir kəsin qazancına bərəkət versin, ömrünə sağlam ömür versin. Kimlər dəstək oldu, Allah min qat əvəzini versin. Əziz kəndlərim, eli babam, yəni həmişə bizim kəndimiz nə köməkliyi lazım olub, kimə köməkliyi lazım olub eləyibdir. Baxşeyiş müəllim də müalicəsi üçün yəni kömək olundu. İntihası ki, gənə buna da şükür, 800 manat yığıldı, buna da şükür müəllim. Yəni Allah hamısına razı olsun. Ailə üzvlərim az da adından, olsa çox hesab edin. kanalımız adından Allah 10 kömək gün olsun. çağırış ediniz. Allah canı sağ olasın, sağ olsun, dəstək olanlar, olmayanlar da sağ olsun. Allah hamısından razı olsun, Allah səbəbini sağ olsun. Mən də elimin, obamın 10 illərdir xidmətindəyəm. İlk gün Mədət əminin əlindən tutub bu kəndə gələndən ta bugün burada Zahid əminlə qarşı-qarşıya durduğum günə kimi və bundan da sonra canımda nə qədər canım var, vətənimin, dövlətimin, Ləmbəran kəndimin, cəmaatımın qulluğundayım. Bir-birimizin qədrini sağlığımıza biləyin, sağlığımıza bir-birimizə dəyər verəyin, kəndimizlə bağlı çəkilişlərimizi paylaşan, layik eləyən, şərh yazıb və paylaşan ki, Azərbaycanın ən qabaqcıl kəndi, ən gözəl kəndi, ən inkişaf eləmiş və xeyrətçiləri ilə, mədəniyyəti ilə zəngin kəndi bütün dünya görsün, Ləmbəranlara alqışlasınlar. Allah canınızı sağ eləsin. Mehriban sığardan çörək oradadır. Əvvəl gündən 10 illərdir ki, söz verib yanımızda olanlar bugün də yanımızdadılar. Biz axıra kimi dostluq edirik, axıra kimi qardaşlıq edirik. Allah sana. Kim də yarı yoldan qayıtdı, ona da uğurlar arzu edirik. Sonra kim dostluq eləyəcək, biz yenə də onun yanındayıq. Allah canını sağ eləsin. Allah köməyin olsun. Bugün ayın neçəsindəmi? Bugün ayın 27-si. 27 Mart 2026-cı il. Gecəniz xeyrə qalsın, uzun olan Allaha. Allah hər bir kəsən razı olsun. Kimlər dəstək oldu? Bax görürsünüz, Zahid əmi, həkim bana demişdi ki, 20 gün, bir ay otur evində müalicən al. Amma hamı bilir ki, yağış yağdığı gün demirəm. Yağış yağmayan gündən başqa mən heç bir vaxt evdə tutmadım. Ancaq kəndin işi aksiyaları. Yenə də sağlamlığım da, canım da Allahıma, vətənimə, kəndimə, evimə, obama qurbandır. Gecən xeyrə qalsın. Təşəkkürümü bildirəm Zahidəm. Allah sizi asaq qalı tabar eləsin.
Sağ olun. Güzel insansınız. Sağ olun ki çağırış edip elimizin qapısı yandırsınız. Sizin timsalınıza bütün aksaqqalları ve bütün kardeşlerimizi salamlayırım. Allah'a emanet. Allah razı olsun. Harbi olsun. Allah köməyin olsun. Allah atana rəhmət eləsin. Allah atan sağlığı versin. Allah ailəni qorusun. Allah sana ailəni üçün əziz eləməsin. Sağ ol başımdan. Çok sağ olun. Allah sizə var olsun. Allah'tan adımız, azardan bezardımız olasın. Allah heç kimi xəstələndirməsin. İnşallah ki yaxşı olar. Allah Amin. büyük. Amin. Gecən xeyri qalsın əziz izləyicilərimiz. Allah'a emanet olun. Növbəti çəkilişlərdə görüşənə qədər. İnşallah. Mən çalışmışam ki, hər zaman Ləmbəran kəndimizin xeyriyyətçilərini, eləcə də Azərbaycanımızı bütün dünyaya yaxşı mənada tanıtdırım. Və bu gün də Ləmbəran kəndində belə bir gözəl aksiyaya dəstək verən xeyriyyətçilərimizi gələcək nəsillərə saxlamaq üçün öz kanalımda böyük bir paylaşım etdim. Allah dəstək verənlərdən razı olsun. Allah dəstək verənlərin qazancına, canına, həyatına sağlıq, salamatlıq və firavanlıq bəxş eləsin. Allah sizlərə yar olsun. Əziz və hörmətli izləyicilərimiz, kanalımıza abunə olun, şərh yazın, like edin və paylaşın ki, bütün dünyada olan milyardlarla insanlar biz Ləmbəran və Ləmbəranları görüb əhsən desinlər. Uca olan Allaha əmanət olun. Növbəti çəkilişlərdə görüşənə qədər. Təqdim etdi Azərbaycan Qarabağ İdman Təşkilatının rəhbəri 2-ci Dan Qara Kəmər ustası, baxdığınız kanalın təsisçisi və direktoru Baxşeyiş müəllim Məmmədov. 27 mart 2026-cı il Bərdə rayonu Ləmbəran kəndi. Hər kəsin öz qəlbi əksinə bənzər, yaxşılıq dünyada qalar yadigar. Biz gəlib geçsək də bir gün dünyadan, əksimiz dostlarda qalar yadigar, əksimiz dostlarda qalar yadigar. Minnətdarım sizə. Var olun əziz xeyriyyətçilərimiz. BMT TV, Baxşeyiş müəllimin kanalı, onlayn internet televiziyası və YouTube kanalı təqdim edir. Kanalımızda videolarımızın baxış sayının çox olması üçün kanalımıza abunə olun, bəyənin, şərh yazıb paylaşmağınızı xahiş edirik. Dəyər verdiyiniz və dəstək olduğunuz üçün öncədən hər birinizə təşəkkür edirik. Kanalıma abunə olun, şərh yazın, like edin və paylaşın. Mənə dəyər verən bütün dostlarıma təşəkkürümü bildirirəm.